Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və alə Muhammed və əccəli vəlikəl fərəd. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun əziz xanımlar. Yeni mövzumuz və işarələr bölməsinə aid olan təşdid işarəsi. Bu cür yazılır hərfin üzərində və hərfin 2 dəfə səslənməsini təmin eləyir. Məsələn, nun hərfinin üzərində təşdid gəlib və 2 dənə n hərfi deyəcəksiniz. Məsələn, ənnə. Birinci hərf sükunlu, ikinci hərf isə hərəkəli olur. Ənnə. Digər nümunəmiz summə. Summədə mim hərfinin üzərində qoyulub təşdid işarəsi və 2 dənə m hərfi demiş olacağıq. Bu hərflər nəyə görə mavi rəngdə yazılıb? Çünki bu hərflərəğunnə hərfləri deyilir. Yeganə hərflərdir ki, nun və mim hərfləri üzərində təşdid işarəsi olandağunnə hərfləri sayılır və burun boşluğunda tələffüz olunur.Ğunnə hərflər o demək ki, burun boşluğunda tələffüz edilir. Biz dedik ki, birinci ani olaraq susmaq, digərini isə davam etmək lazımdır. Amma bu susmaq elə olmalıdır ki, hərfi hecaya, kəlməni hecaya bölməsin. Yəni, ənnə olsun, ənnə olmasın. Yəni, hecaya ayırmaq olmaz. Digər nümunələrimizə baxırıq. Yuhəddisu sözündə dəl hərfinin üzərində qoyulub təşdid işarəsi və Quran-Kərimdə bəzən təşdidin altında qoyulur kəsrə, bəzən isə hərfin altında olur. Yəni, bu hərfi i kimi oxuyacağıq. Yuhəddisu birincisi sükunlu, ikincisi hərəkəli oldu. Digər nümunəmiz Rabbu sözündə də yenə 2 dənə bə hərfinin üzərində qoyulmuş, 2 dənə b hərfi demiş olacağıq. Əvvəlu. Vav hərfi yenə də qönçəvari dodaqlar şəkil alıb vav hərfini tələffüz əvvəlu demirik. Əvvəlu. Vav hərfini 2 dəfə tələffüz etdik. Bugünkü dərsimiz bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.